Müəyyən mənada olacaq. Ona görə ki, vaxtilə bütün sorğular Ermənistanda göstərirdi ki, demək olar ki, əhalinin təxminən 80%-nə kimi Rusiyanı Ermənistanın müstəqilliyini qoruyan, dəstək verən dövlət kimi qəbul edirdilər. Rusiya ilə müttəfiqliyi hər şeydən üstün tuturdular. İndi isə Rusiya bəlkə də üçlüyə, beşliyə daxildir. Ancaq bir çox yəni Rusiya etimad etməyən insanların faizi Rusiya etimad edənlərdən daha çoxdur. Yəni bu baxımdan təbii Rusiya xeyli ictimai rəydə itirib. Və indi Paşinyan da bunu öz xeyrinə istəyir istifadə etsin ki, yəni Sarkisyandır, Kaçiryandır, bunları açıq şəkildə Rusiyanın agenturası kimi təqdim edir və eyni zamanda deyir ki, belə onların dövründə Ermənistanı Rusiyanın forpostu elan etmişdilər. Və nəticədə isə Rusiya Ermənistanın arxasında durmadı və öz elə bil ki, Ermənistan qarşısında öhdəliklərə əməl etmədi. Ona görə də bu istəyir bu kartdan istifadə edərək yenidən öz seçkiləri udmağa və öz hakimiyyətini saxlamağa. Paşinyanın açıqlamasında bu yəni mesaj da diqqət çəkir ki, 2018-dən 22-yə qədər, yəni onun hakimiyyətdə olduğu dövrdən söhbət gedir. Xüsusən də yəni seçkidən, yəni ikinci seçkidən əvvəlki dövrünü nəzərdə tuturam. Yəni ordu tamamilə xarici dövlətin təsiri altında olub, yəni dolayısıyla Rusiyanın nəzərdə tutur. 2022-ci ildən sonra nə dəyişdi? Yəni xüsusən də orduya öz adamın təyin etdi. Yəni o vaxta kimi bütün yəni siz doğrudan da yəni Paşinyan artıq Rusiyanın təsiri o qədər yoxdur. O mərhələyə gəlib çatıb, yoxsa belə bir mesajı vermək lazımdır və yaxud belə bir görüntü yaratmaq lazımdır. Buna cəhd edir. Bütün Paşinyan dövründə təyin olunmuş müdafiə nazirləri hamısı Rusiyanın adamları idi. Açıq şəkildə. Onların üçü indi qaçıb Rusiyada gizlənib. Bu əslində sonuncu təyinatı, yəni o orduda da əslində xidmətin düzəməlli başda aparmamışdı o Papayan. Götürüb öz ona qarşı indi təhqir edən zabiti bıçaqlamışdı və o xidmət dövrünün böyük hissəsini dustaqxanada keçirmişdi. Onu indi təyin edib müdafiə naziri və o kifayət qədər orduda Paşinyanın nəzarətini təmin edib. Ona görə indi hesab edir ki, ordu daha Rusiyanın cibində deyil. Halbuki düşünürəm ki, bu biraz elə də əsaslanmış fikir deyil. Ona ki, Ermənistan ordusunun demək olar ki, 90% zabit heyəti ya Rusiyada təlim təhsili keçib, ya da Rusiyanın iştirakı ilə o təhsili əldə edib. Və hələlik fərz edirəm ki, Ruspərəstlik Ermənistan ordusunda kifayət qədər güclüdür. Paşinyan hər çıxışında vurğulayır ki, Qarabağla bağlı danışıqların sənədini dərc edəcəm, ancaq il sonunu gözləyirəm, xüsusən də Minsk qrupu ilə bağlı yekun addımı gözləyirəm. Yəni, hansı faktlar ola bilər ki, yəni bu ATƏT-in Minsk qrupu ilə bağlı müəyyən bir narahatlıq yarada bilər ki, bu prosesin yekunlaşmasından sonraya həmin sənədin detalları, danışıqların detalları açıqlanacaq? Paşinyan istəyir nümayiş eləmək ki, bunlar rəsmən həm Kaçiryan, həm Paşinyan deyirdilər ki, Dağlıq Qarabağ müstəqil olmalıdır, Azərbaycandan ayrılmalıdır, Azərbaycanın tabeliyində ola bilməz. Halbuki bütün aparılan danışıqlar Paşinyan sübut etmək istəyir ki, o Lisabon samitində qəbul olunmuş bəyanatdan sonra harada göstərilmişdi ki, yəni Azərbaycan ərazi bütövlüyü və Qarabağa müxtariyyət. Və bu, yəni siz onsuz da bunu qəbul etmişdiniz, ancaq sözdə bunun əleyhinə çıxırdınız. Bunu Sarkisyanla Kaçiryanın gözünə soxmaq istəyir. Ona ki, vaxtilə Leon Ter-Petrosyan da yəni məsələni işğal olmuş ərazilərin qaytarılması ilə həllinin elə bil ki, tərəfdarı idi. Ancaq düşünmürəm ki, bütün bunlar yenə deyirəm, daxili mübarizəyə və seçkidən sonra yaddan çıxacaq. Təbii ki, əsas məqsəd Paşinyana lazımdır ki, seçkidə udsun, ona görə keçmiş bu klanı, Qarabağ klanını vurmaq üçün bu kartlardan istifadə edir də. Amma hazırda bir çağırış edir, debata gəlin deyə. Debata gəlməməyin səbəbi nədir? Tərəflər, yəni Paşinyan daha da rəğbət qazanmasın mı deyə debatdan imtina edirlər, yoxsa elə bir faktlar açıqlana bilərmi, cəmiyyət bununla tanış olmasını istəyirlər?
Söhbət ondan deyil. Ya bu açıq debatda Paşinyan Kaçeryandan da, Sarkisyandan da daha üstündür. İndi deyir Kaçeryan heç bu vaxta kimi düz əməlli başlı erməni dilini öyrənib danışa bilmir. Və eyni zamanda düşünürəm ki, Sırf Sarkisyanın da bağlı qumarbazlığı, piyanistgələyi, bir çox onları belə deyək, rüşvətlə bağlı məsələləri ortalığa atacaq. Onun rəqibləri bundan daha çox ehtiyatlanırlar. Nəinki indi bunların danışıq zamanı hansısa bir variantlara razılıq vermək. Təbii ki, bugün Ermənistanın gündəmində müxalifətin qalmaqalı eyni zamanda seçki məsələsidirsə, digər istiqamətdə əsas müzakirə mövzusu sərhədlərin delimitasiyası söhbətidir. Ötən gündən etibarən rəsmi olaraq açıqlamalar gəlir. Xüsusən də Vaşinqtondan gələn nümayəndə heyətinin əsas istəyi də ondan ibarət idi ki, yəni Zəngəzur dəhlizinin açılması istiqamətində proseslər tezləşsin. Mer Qırqaryan da qeyd etdi ki, yəni trip marşrutu üzrə prosesin cənubdan başlaması gözlənilir. Və ağlarda sual yaranır, delimitasiya prosesi çərçivəsində hansısa ərazilər Azərbaycana qayıdacaqmı? İndidən Ermənistanın yenidən qanunvericiliyi ortaya salmasının pərdə arxasında nə dayanır? Baxın, indi 4 Azərbaycanın eksklavları hələlik Ermənistan nəzarətindədir. Və bir dənə də böyük Ermənistanın o başkənd, vaxtilə indi Ermənistana məxsus idi Sovet dövründə, Azərbaycanın nəzarətindədir. Ancaq o bizim 4 eksklavımız o bir dənə Ermənistanın eksklavından daha böyükdür əraziyə görə. Hər bir halda ortalıqda bir variant var ki, hər kəsin özünə qaytarılsın. Ya da mübadilə baş versin. Yəni hər bir halda o mübadilə baş verməyin yolu isə mütləq şəkildə referendumdan keçir. Yəni onu tərəflər bir tərəfli, yəni müqavilə əsasında o qərarı vermək səlahiyyətində deyirlər. Ona görə deyir ki, o eksklav məsələlər qalacaq sonraki mərhələyə. Ancaq indi isə biz o Trump yolunu açmaq istəyiriksə, təbii o cənubda olan sərhədi mütləq şəkildə delimitasiyasını başlamalıyıq. Necə ki biz şimalda bunu bir hissəsini etmişik, indi ardıcıl aşağı düşməklə yox, aşağıda, yəni sərhədə bitişik olan hissəni delimitasiyasını qabağa salmaq lazımdır.